gördük dostum. Oho, İsmail, hoş gelmişsin. Salam. Ne olub yine? Qaşqabağın yerle gedir. Atam beni hiç istemir. Söz vermişti ki ben özüyle tikinti yaparsın, aparmadı. Niye? Neden ötürü? Derslerimden 2 almışam. Yaxşı qurtarmısan. Belə işlərin üstündə atam həftələrlə üzümə baxmazdı. Bəs necə? Məyər pis eli? Sən kənd təsərrüfat məktəbini qurtarmasaydın, səni Bakıdan qoyardılar mı? Oğul, ata adamın üzünü danlar da, ata adam acıqlanar da. Danlanmak öğe anası olmaktan yaxşıdır. Ben bir de eve qayıtmayacağım, burada kalacağım. Necə? Evdən qaçma? Yox, sən çox pis fikrə düşübsən, oğul. Oxumaq lazımdır, oxumaq. Ay oğul, sən keçmişin qara günlərini görməbsən. O vaxt məktəb nədir? Bizi heç adam yerini qoymazdılar. Oğul, başını aşağı sal, dərslərinə fikir ver. Oxu. Başa düşdün? Hə, İsmail, gedək.